İnfarktdan ölümə görə dünya üzrə ikinci yerdəyik. Əslində çox dəhşətli statistikadır, əziz tamaşaçılar. Hər vaxtınız xeyirli olsun. Qısa başlığıyla qarşınızdayım. Artıq bir müddətdir ki, ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı durmadan artır. Statistikaya görə dünyada, o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri birinci yerdədir. Dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan World Life Expectancy-nin məlumatına görə ürək, qan damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə dünya üzrə Tacikistandan sonra ikinci yerdəyik. Bu da dünyadakı orta rəqəmdən 3 dəfə çoxdur. Fransa və Cənubi Koreya isə ən son yerdə qərarlaşıb. Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə ümumi ölüm sayı 58.909 olub. Bunun da 33.289 nəfəri qan dövranı sisteminin xəstəliklərindən ölüb. Ümumi ölümlərin təqribən 57%. Kişilərdə təbii ki, bu problem qadınlara nisbətən təqribən 2 dəfə çoxdur. Mütəxəssislər bunun bir neçə səbəbini deyir. Birincisi, kişilərin çoxu 40%-dən çox bir rəqəmdir, siqaret çəkir. Bu istisnasız ürək damarlarını zədələyir. İkincisi, yağlı yeməklər, az meyvə-tərəvəz yemək damarları tıxıyır. Etiraf edək ki, kişilər yağlı və xəmir xörəklərini xoşlayır. Üçüncüsü, az hərəkət etmək. İdman etməyən insanlar daha çox risk altındadır. Dördüncüsü, gündəlik həyatda yaşadığımız stress. Bu da ürəyə çox ciddi zərər verir. Beşinci və sonrakı səbəblər isə çoxdur. Mütəxəssislər deyir ki, sağlam həyat tərzini seçsək, az stress yaşasaq imkan versələr, təbii ki, bir də vaxtında müayinədən keçsək, buna da əgər imkan olsa, ürəkdən ölümlərin 80%-nin qarşısını almaq olar. Maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın əziz tamaşaçılar. Ən əsası isə özünüzdən muğayət olun.